Deməli yoldaşlar, bu bizim bildiyimiz standart office language ifadələridir. Burada qrammatik bilgi yoxdur. Ofisdə istifadə oluna biləcək sözləri A2 səviyyəsinə uyğun şəkildə hazırlamışıq. Sadəcə sözləri öyrənəcəksiniz və əvvəlki qrammatik bilgilərinizi də istifadə edib, orada cümlələr var, tekstlər var, bəzi dinləmələr var və s. var. Bax, onları praktik eləmək lazımdır ki, o ofisdə istifadə olunan bəzi terminləri dilimizə yavaş-yavaş öyrəşdirməyə başlayaq. Çünki B1 səviyyəsində biz öyrəndiyimiz bu strukturları biraz daha mürəkkəbləşdirməyə başlayacağıq. Daha sürətli şəkildə cümlələr quracağıq, daha axıcı şəkildə danışmağa başlayacağıq. Amma dediyim kimi, indi öyrəndiyimiz şeyləri sürətli şəkildə deyə bilmirsinizsə, sizdən xahiş edirəm, qaydasız əvvəlki mövzulara və onlara bir-bir yenidən baxasınız, yenidən praktik eləyəsiniz. Bundan çəkinməyin, bunu praktik eləmək lazımdır. Yəni, bunun başqa variantı yoxdur. Bu mövzuları mən sizə bir saatın içərisində bütün hamısını, bir saat deməyək, 4-5 saatın içərisində bütün hamısını izah edə bilərəm. Amma siz onların hamısını mənimsəyə bilmərsiniz. Başa düşərsiniz hamısını. Amma sabah 90% yadınızdan çıxar, 80% yadınızdan çıxar. Ona görə sadəcə praktik eləmək lazımdır. Əgər indi, baxın, bilmirsinizsə, boşluğunuz varsa əvvəlki mövzularla bağlı, xahiş edirəm, qayıdın, o mövzunu başlayın təkrarlamağa. Ya da ki, bu dəqiqə qayıtmayın. Özünüzə vaxt qoyun, deyin ki, gün ortadan sonra gedəcəm, coffee shopda oturacam, kofemi qoyacam yanıma, dəftərimi açacam, notebookumu açacam, oturacam, yavaş-yavaş o mövzunu təkrarlayacam, gözümdə möhkəmləndirim. Özünüzə yaxşı baxın, növbəti mövzuda görüşərik.